Deməli, ümumi olaraq dedik ki, boğum ayaqlar tipi barədə məlumat verəcəyik. Hərçənd kimlərlə hörümcək kimləri qısa olaraq dedik. Əsas məsələ elə həşəratlardır. Demək, qeyd edirik həşəratları. Demək, həşəratlar sinfinin təqribən 1 milyona yaxın növü var. Bu da nə deməkdir? Ümumi heyvanlar aləminin yarısı, yəni heyvanlar aləmində 2 milyona yaxın növ varsa, bunun 1 milyonu həşəratlar sinfinə aiddir. Yəni, demək olar ki, bunlar heyvanların əksəriyyətini təşkil edirlər. Hansı ümumi xüsusiyyətləri var? Yəni, həşəratlarda bədən 3 hissədən baş, döş və qarıncıqdan ibarətdir. Sonra, bunlar üçün tənəffüs orqanı traxeyalardır. Tənəffüs orqanı traxeyalardır və traxeya tənəffüsünün də əsas xüsusiyyətlərindən budur ki, qan qazlar mübadiləsində iştirak edir. Qan qazlar mübadiləsində iştirak etmir. Nə üçün? Çünki traxeyanın xüsusi boruları var. O boruların içərisində karbon qazı və oksigen qazı hərəkət eləyir. Yəni, bədəndə hüceyrələri oksigenlə təmin edir. Karbon qazını hüceyrələrdən yığıb orqanizmdən xaric edir. Və bunlar üçün tənəffüs prosesində iştirak edən stigmalar var. Stigma və ya nəfəsgah da deyirlər buna. Nəfəsgah var. Aha, bunların sayı ilə bağlı xüsusi qeydimiz olacaq. Deməli, bunların sayını necə tapırıq? Döş plus qarıncıq buğumu deməli, çıxılsın 2, vurulsun 2 bərabərdir stigma. Nə üçün? Çünki birinci döş buğumu və sonuncu qarıncıq buğumundan başqa, bunu qeyd edirsiniz xüsusi sözü üçün. Birinci döş buğumu və sonuncu qarıncıq buğumundan başqa, digər döş və qarıncıq buğumlarının hər birində bir cüt stigma olur. Mən döş buğumu ilə qarıncıq buğumunu topladım, 2 çıxdım. Niyə 2 çıxdım? Birinci döş buğumu və sonuncu qarıncıq buğumuna görə 2 çıxdım. Və yerdə qalanların hər birində bir cüt olduğuna görə 2-yə vuraraq stigmanı tapdım. Və döş buğumu bilirik ki, 3 ədəddir. Qarıncıq buğumu 5 ilə 11 arasında dəyişilir həşəratlarda. May böcəyində isə 8-dir. Yəni, əgər mən desəm ki, stigmaların minimum sayı necə olacaq? 3 üstə gələk 5, deməli, 3 üstə gələk 5, çıxılsın 2, vurulsun 2. Bu da eləyəcək 12. Yəni 8 çıx 2 vurulsun 2 eləyəcək 12. Maksimum say desəm 3 üstə gələk 11 çıxılsın 2 vurulsun 2. Bu da bərabərdir 12 vur 2 24. May böcəyi üçün desək, may böcəyində 8 buğum olur. 3 üstə gələk 8 çıxılsın 2 vurulsun 2. Bu da bərabərdir 18 edir. Bu stigmalar. Sonra bunlarda hərəkət orqanları ilə bağlı deməli
bəzi qeydlər apararıq biz. Hərəkət orqanları iki cürdür. Qanadlar və yerimi ayaqları. Və buna görə, bu hərəkət orqanına görə üç qrupa ayrılırlar. 10, yəni 5 cüt. Cütlə qeyd edək. 5 cüt hərəkət orqanı olanlar, 4 cüt hərəkət orqanı olanlar, 3 cüt hərəkət orqanı olanlar. 5 cüt hərəkət orqanı olanlar, yəni 3 cüt ayaq, üstə gələk 2 cüt qanad. Bunlara nələr aiddir? Bunlara aiddir düz qanadlılar. Bunlara aiddir sərt qanadlılar. Kəpənəklər. Yəni pulcu qanadlar da deyə bilərik. Zar qanadlılar. Və s. 4 cüt olanlar, hərəkət orqanı olanlarda 3 cüt ayaq, üstə gələk 1 cüt qanad. Buna da nə aiddir? 2 qanadlılar. Yəni adından bəlli olduğu kimi bunlarda qanad sayı 2'dir. Qanad sayı 2'dir. Ayak sayı ise 3 cütdür. Yəni 6. 3 cüt yerimi ayağı olanlar sadəcə 3 cüt ayaqdır. Bunlarda qanad olmur. Və bunlara nələr aiddir? Bunlara aiddir bitlər, birələr, bir də işçi qarışqalar. Aha. Əsas yəni həşəratlardan diqqət etməli olduğumuz məqamlar bunlardır. Təbii ki, mövzunu öyrənəcəksiniz. Orada deməli göz olaraq bir cüt mürəkkəb gözü olur, bığcıq bir cüt bığcıqdır. Arılarda göz bir cüt mürəkkəb gözdən əlavə 3 ədəd də sadə göz olur. Yəni ümumi olaraq arılarda 5 ədəd göz olur. Və bunlardan bəziləri bioloji mübarizədə istifadə olunur. Bioloji mübarizə nədir? Yəni bir canlını digər canlıya qarşı istifadə edirlər. Məsələn, parabizənlər ənənələrlə qidalanır və həmçinin də minicilərin sürfələri digər, belə deyək, həşəratlarla qidalanaraq onları məhv edir. Buna bioloji mübarizə deyilir. Diqqət eləyərsiniz bir də onların bəzilərinin nə ilə qidalanması, yəni bəziləri qeyd olunur ki, məsələn, tutaq ki, Kolorado böcəyin həm yetkin fərdi, həm sürfələri kartofun gövdəsi və yarpaqları ilə qidalanır. Yəni, digərləri may böcəyində nə ilə qidalanması, nə bilim, kələn kəpənəyinin nə ilə qidalanması qeyd olunub. Onlarla bağlı testlərdə də nələrsə yadınıza, yəni belə deyək, qarşınıza çıxacaq daha doğrusu. Sonra ən çox növ sayı sərt qanadlar və böcəklərdədir. Bir də yadıma düşmüşkən bir şey də deyim, ondan sonra keçək testlərimizə. Bunlarda 3 döş buğumu var. Aha, 3 döş buğumundan birinci buğum sadəcə bir cüt ayaq birləşir. İkinci buğuma bir cüt ayaq və üstə gələk bir cüt
qanad. Üçüncü boğuma, aha. Deməli, e, üçüncü boğuma dört qanadlılarda bir cüt ayaq və bir cüt qanad birləşir. İki qanadlarda isə sadəcə ayaq birləşir. İki qanadlılarda bir cüt ayaq birləşir. Aha. Bunu da yadımızda saxlayırıq. Başqa belə sizi maraqlandıran əgər ola bilər, əvvəl oxumusunuz, nə isə başa düşməmisiniz, nədəsə çətinlik çəkibsiniz, onunla bağlı suallarınızı verə bilərsiniz. Hə, bir də onlarda ağız aparatı ilə bağlı diqqətli olarsınız, çalışarsınız. Orada gəmirici ağız aparatı, onun quruluşu və hissələri, sorucu ağız aparatı, onun quruluşu və hissələri və bir də orada bu iki ağız aparatından əmələ gələn digər ağız aparatı formaları var. Demək, gəmirici ağız aparatında var bir cüt buğumsuz üst çənə, bir cüt buğumlu alt çənə, üst dodaq və alt dodaq var. Amma sorucu ağız aparatında biraz fərqlidir. Deməli, onlarda üst dodaq lövhəyə çevrilib, üst çənələr yoxdur, alt çənələr isə xurtum əmələ gətirir. Və əsasən də bunlarda maye qida ilə, yəni qidalanma mövcuddur, yəni sorucu ağız aparatında. Və bir də testdə sizə sual yəqin ki, qabağınıza çıxacaq. Belə bir sual ki, qolcuqlar neçə struktura birləşir? Belə bir sual topluda olacaq. Qolcuqlar neçə struktura birləşir? Deməli, ümumi 4 qolcuq var. Onun ikisi alt çənələrə, yəni 2 alt çənəyə, digər ikisi isə alt dodağa birləşir. Aha, alt dodaqda 1 ədəddir. Yəni, ümumilikdə 3 struktura birləşir. 2 alt çənə və 1 ədəd alt dodaq. Bir də bunlarda ürək kameralarındakı dəlik və qapaqcıqlarla bağlı suallarda biraz mübahisəli məqam var. Mübahisəli məqam nədən ibarətdir? Deməli, bizim 2023-cü ilin, yəni test toplusunda, dimin toplusunda 2 dəlik və 2 qapaqcıq götürülürdü hər kamera üçün. Yəni, məsələn, 5 kameralı ürəkdirsə, 10 dəlik, 10 qapaqcıq. 10 dəlik, 10 qapaqcıq götürülürdü, amma keçən il DİM-in 20 sınaq toplusu çıxdı və 20 sınaq toplusunda 5 kameralı ürəyi olan bir həşərat üçün cavab 16 götürmüşdülər. Yəni, qapaqcıq və dəliklərin ümumi sayını 16 götürmüşdülər. Bunu da sonradan bir xeyli müəllimlər arasında müzakirələr aparıldı. Belə bir qərara gəldik ki, bunların ürək quruluşu nə cürdür? Deməli, belə bir quruluşa malikdirlər. Sonra yenə də nəsə belə bir quruluş var.
4. Bu da olsun axırıncı. 5-ci. Deməli, dəlik olaraq 3 götürdük. Deməli, bu bir, bu 2, bu da 3. 3 dənə də burada, 3 dənə də burada, 3 dənə də burada. İndi bu yuxarıda da, yəni 3 dənə də burada, yəni bir ortadakı, 2 dənə də kənardakılar götürürlər. Deməli, hər kamerada 3-3 də belə deyək. 3 dənə birincidə, 3 dənə ikincidə, 3 dənə üçüncüdə, 3 dənə dördüncüdə, 3 dənə də beşincidə. Və bir dənə də sonuncu çıxışı bir dənə dəlik olaraq götürdülər. Və ona görə elə bil ki, neçə kameradırsa, həmin kamera sayında ki, M kameradır, vurulsun 3-ə, axırda üstə gələk 1. Yəni, qərar bu oldu ki, bunu bu şəkildə tapaq. İndi sırf demin imtahanlarında, sınavlarında rastımıza çıxsa düşünərik. Amma yəni dediyim kimi 20 sınaq toplusu kitabında yəni bu cür bir testdə cavabı 16 olaraq götürmüşdülər və müzakirələrdə də belə düşünüldü ki, hərəsində 3, bir dənə sonuncusunda əlavə olaraq çıxış dəliyi olduğuna görə onu götürdülər. 16 götürdülər. Dəliklərin sayı. Belə. Mövzu ilə bağlı sualınız varsa, çətinliyiniz varsa deyin. Hayır ben. Tamam, onda əgər yoxdursa bunu bağlayın. Güvən testini açaq. Siz də suallarınızı hazırlayın. Oradan suallarınıza baxaq. Güvən. Bəncə deyə bilərsiniz. 78 demedim. Hı. Hə, deyin gəlsin. 14. 8 var. 14. 8 sonra 14. Tamam. Əgər şirin su hidrasının bədənində ikinci saflar formalaşmağa başlayıbsa, o deməli tumucuqlanma yolu ilə çoxalır. Tumucuqlanma da qeyri-cinsi yolla çoxalmadır. Cavab D bəndi. 10. Şekilde. Bəli? 10 müəllim. 10. İnsan asqaridinin həyat dövriyyəsində düzgün verildiyi bənd. Dövriyyəsinin düzgün verildiyi bənd. Yəni, birinci yumurtadır, sonra yumurtada sülfədir, sonra sülfədir. Sonra da yetkin fərqdir də. Bəndi. Burada səhifə tam görsənmir, indi bilmirəm, yumurtada sülfədən sonra nəsə var, yoxsa yoxdur. Var nəsə? Yoktu. Tamam, elə bəndi. 14. Bəli. Volvox koloniyasında sitoplazmatik körpücüklər. Sitoplazmatik körpücüklər onları bir-birindən əlaqələndirir. O da 5 rəqəmi ilə göstərilib. Bəndi. Bildim ben.
Növbəti 26. 26. Şəkildə şirin su hidrasının hansı hüceyrə? Bu mövzuda var da bunun şəkli. Şəkillər bəzək xatirinə deyil. Nədir bu? Kim deyə bilər? Neçə müəllim? 26-da nəyin şəkli göstərilib? Mən burada həm Bence dedim. cüceler de. Bəli, dalayıcı hüceyrələr. Ben Mövzu. burada ikinci sağ taraftaki o uzun kamçı değil o. Ondan çıkan saplak idi neydi? Böyle bir şey vardı. O değil. Dalayıcı hüceyrənin öz quruluşu var. Yəni bunu biz bağırsaq boşluqlar sinifində ayrıca dalayıcı hüceyrənin quruluşunu vermişik. Bunun ortasında var selikli kapsul, selikli deyirəm, zəhər dolu kapsul. Və kapsulun içərisində, yəni əvvəlki forma, dalayıcı sap bunun içərisindədir. Deməli, bizcə dəqiqə bu gözlə. Və bu kapsuldur, zəhər olan kapsul. Əvvəlcə, yəni təhlükə olmadığı vaxt bu şeyin içərisində, bu sap bunun içərisində, kapsulun içərisində yerləşir. Bu nədir? Bu hiss edici tükçükdür. Hiss edici tükçük hiss etdikdə ki, bir düşmən var və yaxud bir şikar var və dalayıcı sap çıxır bunun içərisindən. Çıxır içərisindən, məsələn, sancır onu düşməninə və yaxud ovuna və onu, yəni zəhəri onun bədəninə yeridərək öldürür. Yəni ümumilikdə bu şəkil dalayıcı hüceyrənin şəklidir və şəkildə bağırsaq boşluqlar tipinin mövzusunda qeyd olunub, göstərilib, yəni daha doğrusu. Ola bilər bəlkə bəziləriniz mövzu hissəni ancaq oxuyub, şəkil hissəsinə diqqət eləməyib. Ona görə bu sualı bilməyənlər bəlkə də var. Ama bölmeler atabilirsin grupa. Əli, Grupa atabilirsin o bölmeleri. sən hansı bölmədə gəlibsən? Ben yassı gruplardan başladım. Tamam. Bu bölmələr qrupda var. Təzədən yönləndirərəm bir dəqiqə, bir iki dəqiqə. Deməli. Bağırsaq boşluqlar. Yox, hüceyrəlilər, bağırsaq boşluqlar, heyvanlar. Bitkilər də göndərin. İçkilerim hayvanları gönderin. Heyvanları göndərirəm. Sonra ehtiyac olsa, əgər oxumaq istəsən, bitkiləri də deyərsən göndərərəm. Deməli. Atdım. Tamam. Növbəti sual. 29 yorum. 29. 28. soru. Əlvan rəngli çiçəyə bənzəyir. Bu şeydir, aktiniya olmalıdır, mövzuda olmalıdır, səhv eləmirəmsə bağırsaq boşluqlar tipində. 29. Ağ planaridə olmur, dəri əzələ hüceyrələri. Çünki onlarda dəri əzələ hissəsi var. Bağırsaq boşluqlarda dəri əzələ hüceyrələri var. Evet. Sonra. 45 var. 45. Əgər Volvox N sayda hüceyrədən təşkil olunmuş Volvox koloniyası hüceyrələrinin 25%-ni itirərsə, qalan hüceyrələrdən maksimum neçə qamçı olar? 25% itirərsə neçə faiz qalar? 75. Onların bir hücresinde neçə kamçı olur? 2 qamçı. Ha. Yəni N vurulsun %75. %75-i də ixtisar eləsək eləyəcək 4-də 3. 3N bölünsün 4. Hərəsində də 2 qamçı olduğuna görə vurarıq 2-yə. Vurulsun 2. Bu da 4-dən 2 ixtisar edir. Bərabərdir. 3N bölünsün 2. Bu da Y variantına uyğun gəlir. Hələn? Var verdim. Tamam. Növbəti. 59. 9. Neçə? 51 var. 59. Ondan əvvəl də nəsə vardı elə. 51. 51. İnsan asqariti haqqında mülahizələrdən hansı yanlışdır? İnkişafında aralıq sahibi inkişaf etmir, doğrudur.
Həzm olunmamış qida qalıqları anal dəliyindən xaric olunur. Bu da doğrudur. Bədəni buğumsuzdur. Doğrudur. Tənəffüs sistemi yoxdur. Doğrudur. Yetkin fərdinin yaşaması üçün rütubət, istilik, oksigen tələb olunur. Yanlışdır. Çünki bu sülfəsi üçün lazımdır. Ha, sülfə için. Bəli. Bilirəm, hamısı olarak doğru gəlir. Yetkin fərdi bağırsaqda yaşadığına görə ona oksigen lazım deyil. Oksigensiz tənəffüs edir. Sonra. Nuray sən necə demişdin? 59 mu? 59. Sən 59 demişdin. Tamam. Deməli, cədvələ əsasən deyir ki, yanlış mülahizəni müəyyən edin. X, Y, Z canlıları var. X-də qan damar sistemi var. Tənəffüs yoxdur, həzm var. Bu həlqəvi qurdlardandır, amma qum qurdu deyil. Yəni, ya soxulcandır, ya məsələn nereiddir. Ola bilər. Y-də heç birisi yoxdur. Bu öküz soliteri və ixinokok ola bilər. Z-də isə həzm sistemi var, digərləri yoxdur. Bu ola bilər. Planari də ola bilər. Bu askarit də ola bilər. İndi baxaq variantlara. Y parazit həyat tərzi keçirən canlı ola bilər. Yəni öküz soliteri olarsa parazit həyat tərzi keçirən canlıdır. Avendi doğrudur. Z hermafrodit canlı ola bilməz. Z məsələn planaridirsə hermafrodit canlı ola bilər. Ona görə bu yanlışdır. Cavab elə budur. X iki tərəfli simmetriyaya malik canlı ola bilər. X iki tərəfli simmetri həlqəvi qurdularsa iki tərəfli simmetriyası var. Z durğun sularda yaşayan canlı ola bilər. Ağ planlar idisə bəli ola bilər. Y həlqəvi qurdular tipinə aid canlı ola bilməz. Bu doğrudur. Yəni çünki həlqəvi qurdularda həzm sistemi var. Cavab B variantı 59-dur. Sonra növbəti 61. 61. Tamam. Demək, bir hüceyrəli heyvanlar, qamçısı var, yaşıl evqlina ola bilər bu. Kirpik varsa infuzor tərlik, qamçısı var, həmçinin C də ola bilər, Volvox da ola bilər. Z-də yalançı ayaq var, amöbdür. X koloniya halında yaşayan canlı ola bilər, bəli, məsələn, Volvox koloniyası. Z sarkodinlər sinfinə aid canlı ola bilər, adi amöb, bəli. Y iki nüvəli ola bilər, infuzor tərlikdir, doğrudur. Z avtotrof yolla qidalanan canlı ola bilər, ya xeyr ola bilməz. Ona görə cavab D-dir. Çünki yəni adi amöbdə avtotrof qidalanma yoxdur. Hər üç canlı əlverişsiz mühitdə sistem əmələ gətirə bilər. Bəli, yəni bir cürələr əlverişsiz mühitdə sistem əmələ gətirir. Başa düşdüm mən. Tamam. Növbəti 71. 65. 63. soru. 65, 63 Bəli. mü? 63 sonra 65. Yaxşı. Deyir ki, canlılardan neçəsinin bədəni buğumludur. Soxulcanda buğumludur. Planaridə buğumlu deyil. Tip üzərisində buğumludur. Nereiddə buğumludur. Həlqəvi qurdlara aiddir. Uşaq biz quyruğunda buğumlu deyil. Üçündə soxulcan tip üzərisi nereid? Aha, yaxşı. Şaş. Tamam. 65. Nöqtələrini yerinə uyğun gələn ifadə. Sarkomastikafurlar tipi bunu mənə niyə sual verirsin? Burada çətin olan nədir? Bunu deməyin. Yorğunluqdan səhv yox. Ala bilər. Ala bilər. Sarkomastikafurların iki sinfi var. Onu da keçmişik. Yəni bunun üçün
Müəllim köməyinə ehtiyac yoxdur. Deyin, növbəti sual. 71. Erkək insan asqaridinin neçə orqanında meyoz prosesi gedə bilər? Meyoz prosesi gedir adətən cinsi orqanlarda. Erkək insan asqaridində də bir toxumluq olduğuna görə cavab elə D bəndi 1 olacaq. Sonra 75 mi? klasteri uyğun formada tamamlayan bənd hansıdır? Parazitdir, 2 ədəd sormacı var, qaraciyər hüceyrələri və qanla qidalanır. Qaraciyər İnsan və asqarı. yox, qaraciyər sorucusu da. Mənim qaraciyər sorusudur da. Bəli, elə adında bəllidir ki, qaraciyər hüceyrələri və qanla qidalanır. Həm də 2 sormacı varsa, deməli ağız sormacı və qarın sormacı kimi düşünə bilərik bunu. Sonra 78 var. İnsan asqaridi hansı mərhələ və ya mərhələlərdə insanın ağciyərini zədələyir? İnsan asqaridi sürfə mərhələsində zədələyir. Yalnız 4. Yetkin fərdi bağırsaqda olur, yumurtada sürfə də orada olmur, yumurta da xarici mühitdə olur. Ona görə də bu bəndi yalnız 4. Sonra deyin ana. Açıqlardan var mı? 17 var. Müəllim 5 var məndə. 3 hidroda cəmi neçə qolcuq var? Yəni bunun nəyini bilmədin ki? Minimum 5 dənədir. 15 olur. 15 Müəllim mi? 5-12 arası idi. Bəli. Amma mən dəqiq rəqəmi bilməmişəm deyə yaza bilməmişəm. Başa düşdüm müəllim. Bildim. 3-ü vurursan 5-ədən. Sonra 17 var demək mən. Açıq. 17. Uyğunluq qidasını yosunlar və kiçik su heyvanları təşkil edir. Yəni burada suda yaşayan nereiddir? Yəqin ki, bu birə aiddir. 2 sormacı var, bu tip zəlisidir. Ektoparazit, yəni xarici parazit həyat tərzi keçirir, qanla qidalanır. Bu da tip zəlisidir. 2 cüt gözləri var, bu nereidə aiddir. Torpaqda olan çürüntülərlə qidalanır, bu da soxulcana aiddir. Bildim. Sonra Sonra yoxdur mu? kimdə qalsa desin. Test güvəndən verəcəyiz. Molluskları. Test güvəndən verməyəcəm, dimdən verəcəm. Deməli, mollusklar, xərçəngkimilər, hörümçəkkimilər, həşəratlar. Yəni, dimi bitirərsiniz, güvəni saxlayarıq o birisi dərsdə həm də təkrar verəcəm. Yəni, bazar gününə sizin dərsiniz buğum ayaqlar tipi və mollusklar, buğum ayaqlılar dimdən. Yəni, mollusklar ayrıdır, buğum ayaqlılar da, xərçəngkimilər ayrıdır, hörümçəkkimilər ayrıdır, həşəratlar ayrıdır. Başqa kimin sualı var? Neysə çətinliyiniz, başa düşmədiyiniz, problem yaşadığınız hər Yoxdur hansı mən. bir mövzu hissəsi, sual və s. nə varsa deyə bilərsiniz. Yoxdur Amma müəllim. həşəratlar bir-birinə işləyəcək. Necə? Dimdə var əmək. Bəli. Qom ayaqlardan sonra həşəratlar. Bəli. Onu da işləyəcək. Onu da işləyərsiniz. Ha. Neçə dənə sualı ki ümumi? 200 dənə. 200 dənə. Biri o. 39, 23, 22, bir də 100 dənə. 39, 23, 22.
80, Axırıncıda Orada 80 dənə var. 200'e yakın. Burası da Bəli. 100 dənə, 80 dənə. Hmm, biraz çok olar. Nəzəriyyəsi var. Nəzəriyyəsi də var. Yaxşı, həşəratlar qalsın. Onu güvənlə bir yerdə işləyək. Molluskları, Yarısını. hörümçək, xərçəng kimiləri, hörümçək kimiləri işləyərsiniz. Yaxşı. Yaxşı. Tamam. Sualınız yoxdursa onda sağollaşaq. İnşallah. Sağ olun. Bazar Sağ günü olun. Sağ olun. görüşərik həmişəki vaxtında. Sağ olun. Sağ olun. Hə, Gecə sırası. xeyrə qarşı, sağ olun.